Salam dostlar, kanalıma xoş gəlmisiniz. Naxçıvandan yeni video ilə qarşınızdayım. Bugün biz Batabat gölünə gedirik. Batabat gölü Naxçıvan Muxtar Respublikasının Şəhbuz rayonu ərazisində yerləşir. Göl uçqun və sürüşmə nəticəsində yaranan şirin sulu göldür. Dostlar, Batabat gölündə bir ada var ki, ondan dünyada bir dənədir. Bu ada Üzən adadır. Üzən ada torf və otdan ibarətdir və gölün dibinə qoşulmur. Elə buna görə də küləyin istiqaməti ilə hərəkət eləyir. Və ən əsası iki sevdiyim Banu, Çətə. Üçüncü sevdiyimi də hazırlayırlar. Dostlar, hal-hazırda Şəhbuz rayonunun Batabat gölünə gəlmişik. Batabat gölü 3 yerdə var. Bu birincisidir. Dostlar, dağın yamacında, gölün qırağında o qədər gözəl çiçəklər var ki, adam gözünə oxşur. Buna baxın. Dostlar, indi isə Zorbulağa qalxırıq. Bir tərəfimizdə belə çiçəklər olan yamaz. Bir tərəfimizdə göl. Bir tərəfimizdə də belə qayalıq var. Çok güzel. Dostlar, at var. Güzeldi. Çok kaldı mən kimi. Dostlar, bayaqdan yolda gedirik kafamıza. Çiçəklər çox sıxır, bitkilər çoxlam. İndi də it burnu var. Baxın. Alça. Nə? Vallahi alçadır. Aa, yuxarıda. Qurtlu da olsa burada alça var yani. Bizdə alçanın sezonu çoxdan bitib də yəni. Olan varsa da kibrit alçasıdır başqa. Yoxdur, burada elə balaca yaşıl variantıdır. Qarağatın nələ çiçəkləri var. Dostlar, bu gölü başqa göllərdən fərqləndirən bir xüsusiyyət isə onun başlanğıcını Zorbulaq adlı bulaqdan götürməsidir. Dostlar, Zorbulaq çox yuxarıdaydı. Ona görə biz bunun aşağı hissəsində olan yerindən su doldurduq, içdik, şəkil çəkdirdik. Yanında da çiçəklər var idi. Dostlar, gölün yanında isə çay içmək üçün masalar qoyulmuşdu. Həmçinin orada bir piştaxta var idi ki, orada arıçılıq məhsulları və qurudulmuş bitkilər də satılırdı. Çay süfrəsində isə bizə arıçılıq məhsulları ilə birlikdə bəzi çərəzlər də təqdim olundu və bizə orada arıçılıqla məşğul olan bir nəfər təklif elədi ki, qozlabalı qarışdıraq yeyək. Bunun həm çox dadlı olduğunu, həm də sağlamlığa xeyirli olduğunu dedi. Çiçək tozu. Dostlar, bizi orada çiçək tozu ilə balı qarışdırmalıdır dedilər. Ancaq mən həm balla birlikdə, həm də adicə yoxladım. Orada bir tela qurulur. Ama qəribə Keçəndə biz 3 gün biz yığırıqsa biraz dökməliyəm, arının özü yığır. O sonlarına baxdım, indi çiçək tozu vermir, çox olur. qəşəng yapılır. Bundan bəyəndim ama. Dostlar, burada dağıtlarla, Naxçıvanın otlarla hazırlanan çəti də var idi. Sizin yeriniz. Çətənin tako kimi büküb. Sənə nuş olsun. Allah hamıya bura gəlməyi, istirahət etməyi və bu çətədən dadmağı qismət eləsin. Bu çiçək buradan bütün abunələrimizə hədiyyəmiz olsun. Dostlar, gölün 3 hissəli olduğunu demişdim. İndi isə digər hissəsini görməyə gedirik. İki tərəfimizdə göl. Orada at var. Ot biçirlər. Burada da çiçəklər var. Bu da Üzən adaymış. Küləyin istiqamətinə görə hərəkət edir. Bunlar da ikinci gölün qırağından yığmışam. Dostlar, bu çiçəyin adı Qantəpərmiş. Bayaqdan bizə deyirlər ki, bunlar hamısı çayların zadının içində tökülən çiçəklərdir, bitkilərdir.
Anam deyir ki, gedək çayın içine basarıq içərsən. Dostlar, Batabat yaylağı dağın yuxarı hissəsində yerləşdiyi üçün ora hələ də sərin idi və arıçı bizə dedi ki, hələ pətəkləri dağın yamacında saxlayırlar. Gələn həftədən isə artıq pətəkləri gölün ətrafına aparacaqlar. Dostlar, artıq videonun sonuna gəldik və Batabat gölü Naxçıvanda mənim ən sevdiyim yer oldu. Əgər oralara yolunuz düşərsə, sizə də Batabat gölünə getməyi tövsiyə edirəm. Sağ olun dostlar, sonraki videolarda görüşərik.